Axırda özü görüb nə yazıb deyən görək. Çöldə qaraçılardan heç bir fərqiniz yoxdur. Sadəcə onlar çöldə, sən evdə. Niko, yaxşıdır da. Nə olub ki çöldəki qaraçılara? Deyirlər Allah sağ kömək olsun, mənə pul ver. Orada nə var ki, mən qaraçı olardım şəxsən. Nə var ki? İşi odur da, onu da dilənir. Nə var ki, hamının gedib qıçından tutardım belə. Hamının qıçından tutardım ki, pul ver mənə, pul ver. Sən əziyyət çəkib qazanırsan, 50 qəpiyini mənə ver, 50 qəpiyini mənə ver, 1 manatını mənə ver. Yapışardım ətəyindən, qopmazdım. Verməyənə kimi əl çəkməzdim. 5 manat, 1 manat, nə qoparsam xeyirdir. Prosta indi onların qohumuz adı deyiləm, nəslindən, kökündən deyiləm deyə qaraçı olmamışam da. Mən mədəli qaraçıyam. 044, çox sağ ol. Uşaqlar, beni sev ata bilərsiniz mənə. Kimdə 1 jeton var? Rıza Əli, ondan var ha. Ondan sənin maman tutsun. Yapışsın, sallansın da yəni. Hər gün onsuz da tutur. Başqa kişilərdən tutur da, prosta səndən yox. Çox sağ ol Talış. Cavanşir biber atacaq. Beni sev atda Cavanşir. Mama demə. Niyə demirəm ki, Miri? Onun elə maması ona layiqdir. Normalni tərbiyə alan uşaq elə olmur da. Yəni, mənim niyə qardaşım gedib kiminsə səhifəsində elə söz yazmır? Niyə yazmır? Tərbiyəsi var çünki. Bəlkə yazır. Əminəm ki, yazmır. Qardaşım ali savadlı, 600 bal toplayan uşaqdır. Başın qaldırıb heç kəsə baxmaz. Bilirəm ki, yazmır. Durub mənə o boyda söyüş yazır. Deyirsən ki, anasına heç nə demə. Onun var ha. Onun. Sənə o insan çöldə. Burada mənə ağıl verənlər var. Mən başımı xarab eləməyin. Sizi durub üzünüzə belə normal lop-balop söysə, dayanıb baxasınız, yoxsa anasını söyəsiniz. Mənə deyin görüm. Miri səni söysə, sən pis söz desə, belə dəysə də sənə, neyəyəsən, durub deyəsən ki, qardaşım, mən sən anavı söymürəm. Gəl iki qardaş mədəni danışaq, o söyüşü dala qaytar. Elə deyəsən. Kəs az səsidir. Az sənin evindəkidir Miri. Bax, elə bax, sənə də deyirəm. Yaxşı. Tərbiyəsiz. Düzəldi. Nə düzəldi? Yox, nə düzəlmək? Hələ bilmirəm axı, nədir? Deyən görüm. Sıralamaya qoşulmaq üçün 1.4K lazımdır. Gərək onu atsınlar, sonra bilim ki, düzəlib ya yox. Niyə boşuyublar az sənin üstündə? Ay, mən evlənməmişəm, ay qardaş, vallah. Mən ərə getməmişəm, məni boşuyalarda. Sıralama göstərir. Əzizim, sıralama göstərmir. Sıralamanı göstəririk. Altından yazılır ki, sıralamaya qatılmaq üçün 1.4K. Onu atandan sonra ya sıralamaya düşəcəm, ya da ki, sıralamaya düşməyəcəm. Yazılacaq ki, ihlallar nədənilə sıralamaya qatılmadınız. Yəni, onu belə baxanda bilə bilmirəm. Bilmək olmur çünki. Sənə birinci şirinlikləşdirir orada ki, 500 lazımdır, 300 lazımdır. Onu göstərir. Göstərməyinə. Amma onu kimsə atandan sonra sıralamaya düşmürsən. Yazılır ki, ihlal nədənilə nə mənlə. İndi bəlkə gedib, bilmirəm, bəlkə düzəlib.
Gərək kimsə mənə 1.4K atsın. Əşsə nə dəxli var, mən təmizləyəm. Dur bas bayıra, axmaq köpək uşağı. Sabahınız xeyir. Bürsün nədir? Qoç. Ay uşaqlar, mən burada heç kimin qatığını dağıtmıram, sütünü dağıtmıram, heç kimin ayranına təpik vurmuram. Mən buradakı kiminsə xətrinə dəymirəm. Bu insanlar nə yeyir, nə içir, görəsən nə bilim, qınamıram da yeyib, tərbiyədən də asılı deyil. Elə analar var ki, yazıq ana, sakit fağır arvaddır, tərbiyəsi yerində, mədəniyyəti yerində. Baxırsan ki, oğlu ondandır, qızı nə bilim bundandır. Ailələri də qınamıram. Yəni bu insanların görəsən, nə bilim vallahi. Nə deməyim, nə yeyib, nə içirlər, nə ilə qidalanırlar. Bunların yaşama səbəbi var görəsən. Çatmır da mənə. Təsəvvür tanımadığınız insanın yayına girirsiniz. Əxlaqsız şeylər yazırsınız. Yəni əlinizə nə keçir. Ya nə bilim sizə kimsə ağır söz deyəndə sizə ləzzət eləyir. Boynunuzun dalı şişir, xoşunuza gəlir bu. Nə bilim fərqlidir insanlar. Ay sağ ol, normal söz deyən yoxdur. Aha, bir də gəldi. Salam qadın. Salam bəy. Salam kişi.